Baxırıq 15-ci suala. Deyir ki, glikogenin glikozaya çevrilməsi hansı vəzn hormonu təsirindən baş verir? Glikogeni glikozaya çevirən hansı vəzn hormonudur? Mədaltı vəzinin deməli hormonudur. Biz bilirik ki, mədaltı vəzi insulin və glikogen hormonlarını sintez edir. O da qanda olan glikogeni glikozaya çevirir və ehtiyat halında saxlayır. İnsan kəllə boşluğuna yerləşən vəzi hansıdır? Epiviz və hipoviz vəzi insanın kəllə boşluğuna yerləşən vəziyə aiddir. Epiviz olması da hipovizi götürəcəkdik. Qalxına bənzər vəzi və hipoviz vəzlərinin funksiyalarının pozulması nəticəsində hansı xəstəliklər yaranırlar? Qalxına bənzər vəzinin deməli funksiyasının pozulması nəticəsində yaranır miksedema, bazidov xəstəliyi, kretinizm. Hipoviz vəzidə isə cırtdanboyluluq və nəhəng boyluluq yarana bilər. İndi gələk variantlara baxaq. Diabet mədaltı vəziyə aiddir, diabet aiddir, getdi. Raxit ümumiyyətlə aid deyil. Bazidov miksedema aiddir qalxına bənzər vəzin pozğunluğuna, cırtdanboyluluq və nəhəng boyluluq da aiddir. Hipoviz vəziyə cavab olacaq E variantı. İnsanda yalnız daxili sekresiya vəzilərini göstərən tər vəzi xarici sekresiya vəzidir. Piy vəzi, göz yaşı vəzi xarici sekresiya vəzi, ağız suyu xarici sekresiya, tər vəzi xarici sekresiya. Börək üstü vəzi, timus və hipoviz vəzi daxili sekresiya vəzilərinə aiddir. Cavab olacaq E bəndi. İnsanda müvəqqəti daxili sekresiya vəzi sarı cisim və cifdir, ancaq hamiləlikdə sintez olunur və amma desəydik ki, müvəqqəti xarici sekresiya vəzi olacaqdır, süd vəzi, diqqətli olaq. 20-yə baxırıq. Deyir ki, təqdim olunmuş sxemdə qarışıq sekresiya vəzilərini göstərin. 1 ilə 3 kəllə boşluğuna yerləşən epiviz və hipovizdir. Bu daxili sekresiya vəzisidir. Biz bilirik ki, qarışıq sekresiya vəzisi hansılardır? Mədə-altı vəzi və cinsiyyət vəziləri. Burada da indi baxaq. Mədə-altı vəzi və cinsiyyət vəzisi hansıdır? 4 ilə 5-dir. Mədə-altı vəzi və cinsiyyət vəziləri. 21-ci suala baxırıq. Deyir ki, yalnız daxili sekresiya vəzilərini göstərin. Deməli, epiviz, hipoviz 1 ilə 3 yalnız daxili sekresiya vəzisidir, 2 yalnız daxili sekresiya vəzisidir. Burada olacaq 1, 2, 3, 6. Deməli, 1, 2, 3, 6 və 7. Olacaq düzgün cavab B variantı. 4 ilə 5 bunlar qarışıq sekresiya vəzisidir. Qaraciyər orqanizmdə gedən hansı prosesdə iştirak etmir? Öz sintezində iştirak edir. Maliyyə mübadiləsində iştirak edir. Qoruyucu funksiyası var, həzm var, amma hormonal tənzim yoxdur. Axı xarici sekresiya vəzisidir, qaraciyər vəzisi. Hormonal tənzimi həyata keçirə bilməz, çünki hormon sintez etmir. Xarici sekresiya vəzilərini göstərin. Qalxına bənzər vəzi daxili sekresiya, börəküstü vəzi daxili sekresiya, börəküstü vəzi daxili sekresiya, börəküstü vəzi daxili sekresiya. Qaraciyər və tər vəziləri olur xarici sekresiya vəziləri. Cavab olacaq Y bəndi. İnsan qanına insulin daxil olduqda nə baş verəcəkdir? Biz bilirik ki, insulin nə edir? Qanda glikozanın miqdarını azaldır. Olacaq A variantı. Əgər bazidov xəstəliyidir olan adama tərkibində qalxına bənzər vəzi hormonu olan dərman qəbul etsə, nə baş verər? Xəstənin vəziyyəti yaxşılaşar, tənəffüs hərəkətlərinin sayı azalar, sinir sisteminin həssaslığı daha da artar. Ümumiyyətlə, müəllimlər, bazidov xəstəliyinin əlamətləri odur ki, deməli, həddən artıq ifraz olunur qalxına bənzər vəzi və bu zaman zaten sinir sisteminin həssaslığı yüksəlir. Və yüksəldiyi təqdirdə fikirləşin ki, vəzi zaten çox ifraz olunur və mən bir də bu hormonu yenidən yeridirəmsə, deməli, onda sinir sisteminin həssaslığı daha da artar. Ya zaten bu əlamət varsa, deməli, bu daha da artacaq. Qalxına bənzər vəzi və hipoviz vəzilərinin funksiyalarının pozulması nəticəsində insana hansı xəstəliyə baş verəcəkdir? Qalxına bənzər vəzidə yaranacaqdır bazidov kretinizm, hipoviz yaranacaq cırtdanboyluluq və nəhəng boyluluq xəstəliyi D variantı. Şifahi sualdır. Baxırıq 27-ci suala. İnsanda sümüklərin böyüməsini və toxumalarda mübadilə proseslərini tənzimləyən bioloji fəal maddələr müvafiq olaraq hansı vəzilərdə hazırlanır? Sümüklərin böyüməsini həyata keçirdən vəzi bileşki hipoviz vəzidir. Maddələrin mübadiləsini tənzimləyən vəzi isə hansı vəzi olacaqdır? Deməli, qalxına bənzər vəzi. Deməli, hipoviz və qalxına bənzər vəzi. B variantı. Prostat cinsiyyətdir. Mədə-altı vəzi sümüklərin böyüməsini tənzimləyir, epiviz aiddir. İnsanda qanda şərin miqdarını tənzimləyən və infeksiyon xəstəliklərə qarşı müqaviməti artıran bioloji fəal maddələr müvafiq olaraq hansı vəzilərdə deməli, hazırlanır? Şərin miqdarını tənzimləyən vəzi bilirik ki, mədə-altı vəzidir. İndi baxırıq vəzilərə. Deməli, mədə-altı vəzi olacaq miqdarını tənzimləyən vəzidir və infeksiyon xəstəliklərə qarşı müqaviməti artıran vəzi isə timus vəzidir. Deməli, olacaq B variantı. Timus infeksiyon xəstəliklərini bizi qoruyur, mədə-altı vəzi isə şərin miqdarını tənzimləyir.
Tez-şəkərli diabet xəstəliyi olan adamın qanına müntəzəm olaraq hansı hormon daxil etmək lazımdır? Diabet xəstələri fikir vermirsinizmi? Daim olaraq onlar insülin hormonunu belə deyək, daxil edirlər ki, yəni miqdar tənzimləsin. İnsanda aşağıda göstərilənlərdən hansılar xarici sekresiya vəzləridir? Qulaq kiri və göz yaşı vəzləri xarici sekresiya vəzidir. İnsanda qlikozanı glikogenə çevirən hormonu hazırlayan vəzi mədaltı vəzidir. İnsanda immun sistemin əsas orqanları biri hansıdır? Bu timus vəzidir. İmmun sistemi tənzimləyir. Burada fikir verirsinizsə yazıb ki, vəzi qan orqan. Deməli, vəzinin axarları deməli qan vasitəsilə orqanlara çatdırılır. Demək ki, bu hormon ifraz eləyir və daxili sekresiya vəzisi sayılır. Daxili sekresiya vəzisi burada hansı vəzidir? Börək üstü vəzidir. Görsəz ki, vəzi qan orqan bu daxili sekresiya vəzisidir. Amma vəzinin xüsusi bir belə deyək, axacağı var. Orqan boşluğuna açılırsa bu olacaq. Deməli hansı vəzi? Xarici sekresiya vəzisi və burada xarici sekresiya vəzisi qaraciyər vəzisidir. 3 yaşlı bir oğlanda neçə vəzi qarışıq sekresiya vəzi kimi fəaliyyət göstərir? Biz bilirik ki, hələ 3 yaşlı oğlan axı yetişkənliyə girməyib ki, onda cinsiyyət vəzləri inkişaf etsin. Ona görə də burada bir vəzi olacaq. Bir vəzi, o da mədaltı vəzi. 36-cı sualda deməli eyni onun kimi sualdır.